Hörmətli vətəndaşlar, əziz uşaqlar və onların valideynləri. Bugün sizə ölkəmizin uşaqlarının vəziyyəti ilə bağlı tam, obyektiv və bir qədər də həyasız bir illik hesabat təqdim etmək istəyirəm. Baxın, sizin gələcəyinizi məhv etmək üçün nə qədər zəhmət çəkirəm. Bildiyiniz kimi, Azərbaycanda böyük neft gəlirləri var. Sən demə, bu sərvət bizdə hamıya çatmalıdır. Amma bu gic-gic fikirləri beyninizdən çıxardın. Bir çox ailə bədbəxtlik içində yaşayır və uşaqlarının gündəlik rifahını təmin etmək üçün qul kimi işləyir. Əlbəttə, əgər iş tapsa. Sağlamlıq sahəsində isə vəziyyət daha dəhşətlidir. Azərbaycanda uşaqlar tibbi avadanlıq və infrastruktur çatışmazlığından əziyyət çəkir. Genofondunuzu sistematik məhv edirəm. A vitamini çatışmazlığı hər il təxminən 20 min uşağı zehni sağlamlıq problemləri ilə dünyaya gətirir. Peyvəndlər sanitar normalara uyğun saxlanmadığı üçün uşaqlar müxtəlif xəstəliklərə yoluxurlar. Aztəminatlı ailələrin müalicəyə çıxışı məhdudlaşdırmışam və normal qida təmin etmək biraz kosmik missiya kimi görünür. Nəticədə, körpələrin təxminən 10%-i az çəki ilə doğulur. Sizə belə də lazımdır. Valideyn himayəsindən məhrum uşaqlar məsələsinə gəldikdə isə, rəsmi statistikaya görə internat müəssisələrində və uşaq evlərində 1459 uşaq var. Amma əlbəttə, rəsmi qeydiyyatdan kənarda daha çox, təxminən 20 min uşaq var. Bəzilərinin valideynləri sağdır, amma onları elə bədbəxt etmişəm ki, uşaqları sosial yetim vəziyyətindədirlər. Dövlət himayəsində olan uşaqlar emosional və fiziki zorakılığa, bəzən isə cinsi istismara məruz qalırlar. Təhsil və səhiyyə xidmətlərinə çıxışları isə mənim əsl əyləncəmdir. Tapa bilən tapır, tapa bilməyən isə ölsün. Təhsil sahəsində vəziyyət də mənim üçün kefdir. Uşaqların 1/4 məktəbə getmir. Çünki gizli xərclər, iqtisadi qeyri-stabillik və bəzən də valideynlərin ehtiyacı uşaqları məktəbə getməkdən alıblar. Məktəblərdə dərslik çatışmazlığı, yararsız binalar və ixtisası olmayan müəllimlər. Cinsi zorakılıq halları isə artmaqda davam edir. Uşaqlar cinsi istismara, insan alveri və şəbəkələrinə cəlb olunur.